Buyurur ki, Səlasətun yudxilhumullahun nâre bi qeyri hesab. Bəzi insanları hesabsız Allah cəhənnəmə aparar. Biri də budur, İmamın cairun. Qabaqda gedən rəhbərlərdir, millətə zülm eləyirlər, cəmiyyətə zülm eləyirlər, insanlığa zülm eləyirlər, haqqa ədalətə zülm eləyirlər. Amma o zülmün heç biri aşkarda yoxdur. Hamısı xəlvətdə gedir. Hamısı bugün bütün dünyanın düşmənləri, müsəlmanın əleyhinə işləyən məktəblərini hamısı onu xəlvətdə edir. Baxın, bir zaman gəldi, Muaviyə bilirsiniz, heç vaxt Allah lənət eləsin inşallah, özünə və davamçılarına, dünya və axirətində. Muaviyə heç vaxt qoymazdı bir dənə əskər bir əskərlə xəlvət söhbət edir. Niyə qoymazdı? Heç kimi bekar qoymazdı. Tarix bunu yazmayıb, Muaviyə öz qoşununda kimsə bekar qoyardı. İş olmasa da ona bir iş tapdırardı, gördürərdi ki, bekar dayanmasın. Birdən bekar 2 nəfər xəlvəti söhbət eləyər, əlinin məktəbinə meyillənə. Ona görə həmişə başları qatışıq olurdu. İndi Muaviyələr geridə qalır. Bizim zamanın Muaviyələri ondan çox qabağa keçir. Əmras bu günə təəccüb eləyərdi ki, görəsən bu zamanda belə insanlar olar. Əmras və Muaviyə bugünün zamanın sitəmgərlərinə heyran qalardı. Heç Əmras yatsa yuxusuna girməzdi. Bu cür insanlar qabaqda gedərlər. Çox bilmişlik və insan haqqı taftalamaq üçün necə variantlardan istifadə edirlər. Necə variantlardan istifadə edib insanların haqqına zülm eləyərlər. O Əmras və Muaviyə neynirdilər? İnsanları bekar qoymurdular. Başları müharibə işləri ilə, bir adi işlərlə başını qatırdılar. Bizdə var ya, hərbidə görsən heç bir əskəri bekar qoymurlar ki, əskəri bekar deyananda neyniyir? Biraz narahatçılıq törədir. Əskərin başı gərək qatışa. Hərbisinin başı qatışa. Bugün elə bir dənə variantlarla millətin başını qatıblar, müsəlmanın başını qatıblar ki, oturub ayıq formada düşünmə qabiliyyətinə vaxtı yoxdur. Vaxtı yoxdur ki, otura normal fikirləşə bu gedişat hara gedir? Nə qədər biz zülm zillətdə olmalıyıq? Nə qədər biz bir mənada canımızla əlləşməliyik? Nə qədər biz haqsızlıqla mübarizə aparmalıyıq? Nə qədər biz bu işlərə göz yummalıyıq? İnsan bunu oturub düşünmə qabiliyyətindən artıq məhrum olur. Artıq ona vaxtı yoxdur, insan oturub fikirləşə ki, bu nədir belə? Biz dünən yox, sırağa gün, gecə bir yoldaşlarla oturmuşduq, bir məsələ var idi orada ki, məsələn, doğrudan bu millət nə cür formalaşır, bu gedişat hara gedir? Mən bir dənə orada məsələ çəkdim ki, bizim başqalarına işimiz yoxdur. Ən saf bildiyimiz məkan haradır? Allahın evi məscid. İstəyirsən məsciddən kənardakılara qiymət verəsən, hansı həddədilər? Gəl başlayaq məsciddən. Ən dəyərli, insanların vicdanının oyaq qalan yeri haradır? Məscid. Saflıq məktəbi haradır? Məkanı haradır? Məscid. Məscidin içində bu boyda üsyan və müsibətlə şiə məscidlərində hər gün problemdir. Hər gün müsəlman bir-birinin üstündədir. Xəbəri yoxdur müsəlmanın yeraltı və yerüstü sərvətləri hara gedir. Dünya müsəlmanlarının xəbəri yoxdur. Yeraltı və yerüstü sərvətlərlə bizim əleyhimizə hər gün təbliğatlar gedir. Bugün Suriyada Allah lənət eləsin dünyanın vəhabilərinə. Niyə neftin qiyməti düşdü aşağı? Gəldilər, həmən o işit müsəlmanın əlində olan yeraltı sərvətlərin əlindən aldılar, müsəlmanın əleyhinə təbliğ aparan, müsəlmançılığın əleyhinə, məktəbin əleyhinə təbliğ aparanlara çox aşağı qiymətə satdılar. Çox aşağı qiymətə satdılar. Nə üçün satdılar? O işit niyə o müsəlmanın məkanın əlindən ala bildi? Şiə öz daxilində özünün, mövqeyin və məktəbin, qardaşlığın, bərabərçiliyin qoruya bilmədi. Bunun üçün neftin əlindən verdi. Gəldi, işib düşdü Suriyada, başladı millətin əlindən neftin almağa. O neft axır o məntəqələrə ki, o məntəqə sabahların Azərbaycan xalqının neçə il çalışdığı ki, istəyir Qarabağ torpaqların geri qaytara, başda oturan o məlun dünyanın yevreyləri Qarabağı 20 ildə Azərbaycana qaytarmır. Müsəlman, kimin burada istəyi yox ki, Qarabağ torpaqları tezliklə qaytarılsın? Tək Qarabağın məsələsi deyil ki, Fələstinin məsələsidir, başqa yerlərin bütün dünya müsəlmanları harada kimin zəif nöqtəsi var ki, bizi o yerdən vururlar. Biz məsciddə qardaşlığımızı qoruya bilmirik. Hələ öz daxili məsələmizi qardaş kimi həll eləyə bilməmişik. Onda gəlir o yevrey məlum tutur, illərlə əlləş ki, Qarabağ torpağı qayıdar. Bilirsiniz, Qarabağ torpağının qayıtmağı haradan keçir? Hansı məktəbə bağlıdır? İmam məktəbinə bağlıdır, İmam Hüseyin məktəbinə bağlıdır. 72 dənə şəhidin məktəbinə bağlıdır. 72 dənə şəhid hansı bir-biri ilə ixtilaf eləmişdir?
Tarix yazıb bunun. Heç düşmənin tarixi yazmır, nə dostun tarixi. Düşmən tarixi də yazmır ki, 72 dənə şühədanın arasında ziddiyyət olmuyor. Peyğəmbərin də əshabından İmam Hüseyin vurdu, mənim səhabələrim əfzəldilər. Buna görə ki, heç biri ziddiyyət daşımırdı bir-birləri ilə. Ona görə həmən o məktəb dünyaya özün sübut elətdirib və qiyamətə qədər də Allah bu məktəbi yaşamağı özünə vacib elətdirib ki, bundan başqa heç bir məktəb yaşaya bilməz. 72 nəfər öz aralarında bir nöqtəyə vururdular. İndi gəlmirsən 100 nəfərli işiyə məscidində 100 nəfər hərəsi bir məktəbə addım atır. Baxın, mövzumuz çox uzandı, mən deyirəm indi. Qutarıb ikinci cümlərim, onun arxasını danışaram da qalsın mövzumuz. Bu günlərim nə qədər təriqətlər və məktəblər yayılır. Sözüm oydu ya, Yevrey bir zaman baxdı ki, müsəlmanın fitrəti, yaranan insanın fitrəti, yaranan insanın daxili gözəlliyi, Allahın sonuncu din ki, İslam Peyğəmbəri gətirib, qərarlaşdırıb, bununla uyğundur. Bu özü müsəlmana düşmən olan baxır ki, daxilən artıq istər-istəməz Peyğəmbərin məktəbinə yönəlir. Neynəməlidir? Bunun qabağını almaq üçün insanların fitrətini kəsməlidir, yox. Öldürməlidir, yox. Mümkün deyil, neynəsin axı bunu? Daxilən bir dənə zülm eləsin ki, müsəlman həqiqətdən uzaqlaşsın. Bunu neynəməlidir? Bunun üçün başladı bir-bir məktəblər çıxartmağa. Nurçusu, Vəhabisi, Nicarisi, Nəqşibəndisi, Süleymancısı, filankəsi, növbə-növ Vaqifisi, nə bilim, nələri, hər gün birini çıxartdı. Ki, müsəlmana meyllənin olsa bu millət, hamı müsəlmançılığı qəbul edir. Heç olmayan müsəlman adı altında elə məktəblər yaradım ki, sabah o məktəblər özü də bilmədən müsəlmana düşmən olsunlar. Bunu yaratdılar, bu əl vermədi. Baxdılar ki, yox, bu iş həqiqətini tapa bilmir. Neynəmək lazımdır? Yox, əşi, başqa məktəblər də müsəlmançılığa meyllənməyin qabağını almır. And olsun Allahın izzətinə, and olsun İmam Zamanın qeyrətinə, and olsun Xanım Zəhranın ismətinə. Onların bir dənə məqsədi var ki, bu millət Əlinin məktəbinə meyllənməsin. Başqa heç bir məktəbləri yox. Başqa məqsədləri varsa, niyə bu təriqəti yaradırlar? Hamısı Əlinin məktəbindən əlavədir da. Hansı Nursudur ki, Əlinin məktəbi ilə razılaşır? Hansı Vəhabidir ki, Əlinin məktəbi ilə razılaşır? Razılaşandır, Əli əleyhissalamın adın əzan iqamədə deyənlərin başını kəsmək özlərinə vacib bilirlər. İndi bu məktəblərin çıxmağının mənası nədir? Bir dənə düşmən var bunlar üçün, o da Əli əleyhissalamın məktəbidir. Baxdılar, bunun da qabağını düzələ ala bilmirlər. Mövzunu atdılar məscidlərin daxillərinə. Hərə bir dənə əqidə qurmalıdır. Peyğəmbər müharibədən qaydında bir nəfər gəldi ki, ya Rəsulallah, mənim sənə etirazım var. Peyğəmbər vurdu, buyur. Nədir sənin etirazın? Sən qəniməti düz bölmürsən. Dedi, mən ətmam-ı höccətə görə qəniməti təzdən bölürəm, amma bunu yadında saxla. Sən daxilən fikrində artıq bir məktəb qurmuşsan. Sən bir təriqət başçısısan. Gəldi, Peyğəmbər dünyadan köçən kimi birinci təriqətə qurdu. Kim idi o da? Xəvaricin başçısı. Məscidlərin daxillərinə zəhər atmaqla hərə öz fikrində bir dənə məktəb qurub. Hərə bir dənə məktəb qurub. Mən imamam, özüm üçün məktəb qurmuşam. Sən məmumsan, özün üçün məktəb qurmuşsan. Hərə bir məktəb qurub. Nə qədər ki, bu cür məktəblər davam edir, yadımızda bunu saxlayaq. Vəhabi də haqqımızı tapdalamalıdır, Erməni də haqqımızı tapdalamalıdır, Yevrey də haqqımızı tapdalamalıdır. Nə qədər hələ biz ən saf olan məsciddə bir arada bir məktəbə xidmət eləyə bilmiriksə, sabahların bizim çalışdığımız ki, həqiqət, ədalət, haqsızlığa qarşı mübarizə, haqqın özünün bərpası heç vaxt əlimizə çata bilməz. Hələ biz daxilən bir araya gələ bilməmişik. Hərə fikrimizdə çox məktəbləri yaşatmışıq. Allah'ın da verirəm öz Allahlığına xatir. Bu cür sitem eləyən